Salam dostlar, gəlin indi biraz pizzadan danışaq. Səhv eşitmədiniz, pizza. Sənə indi başa salacağam ki, Selenium Grid nədir, amma bunu pizza dispetçeri misalında edəcəyik. Təsəvvür elə ki, sənin pizzaxanan var və 1 saatda sənə 50 sifariş gəlir. Amma problemin var, cəmi bir soban var. Bir pizzanı bişirib, sonra növbəti, beləcə günlər keçir, müştərilər əsəbləşir, sən isə tək soba ilə əlləşirsən. İndi təsəvvür elə ki, 5 soban var və hər sobada bir sifarişə cavabdehdir. Bam, bütün pizzalar vaxtında çatdırılır və bu paralel icra deməkdir. Və məhz bunu Selenium Grid sənin üçün edir. O testləri fərqli sobalara, yəni nodlara bölüşdürür. Selenium Grid Seleniumun bir hissəsidir və testləri paylanmış şəkildə işlətmək üçün istifadə olunur. Onun iki əsas komponenti var, hub və nod. Hub bütün testlər buraya göndərilir. O qərar verir ki, hansı test hansı nodda işləsin. Nod isə testləri yerinə yetirən sistemlərdir. Hər nod fərqli brauzer və ya əməliyyat sistemi ola bilər. Hub rəhbərdir, nod işçi. Selenium Griddə nodlar fərqli əməliyyat sistemlərdə ola bilər. Windows, Linux, Mac OS. Gəlin bunları soba ilə müqayisə edək. Windows elektrikli soba, Linux odunla işləyən soba, Mac OS isə premium grill soba kimi ola bilər. Məsələn, test Safari-də işləməlidirsə, hub Mac OS nodun olduğunu bilir və testi ona yönləndirir. Chrome üçün isə Windows və ya Linux noda göndərir. Bəs Selenium Grid nəyə görə vacibdir? Paralel test icrası ilə vaxt qazanırsan, eyni anda fərqli brauzer və sistemlərdə test edə bilirsən, testlərini daha real mühitlərdə yoxlaya bilirsən, CI/CD ilə inteqrasiya üçün ideal alətdir. Deməli, sən artıq bilirsən ki, Selenium Grid testlərin pizza kimi paylandığı sistemdir, hub rəhbər nod isə işçidir, fərqli əməliyyat sistemləri isə fərqli soba növləridir. Kanala abunə olub videonu bəyənməyi və dostlarına paylaşmağı unutma.